Allah Allah mən rızanın eşkine divane oldum. Allah Allah mən rızanın eşkine divane oldum. Məşhədində bu məzarın şəm'inə pərvanə oldum. Gözəldi məşhədin, qızıldı günbəzi, behişdə. Dedək ki, Əhl-i Beyt əleyhimussalamın hərəmlərinin ziyarəti üçün bir çox tövsiyələr var, ziyarətlərin ədəbləri var və bizə tövsiyə olunub ki, bunları yerinə yetirək. İmam Rıza əleyhissalamın ziyarəti üçün də bir sıra ədəb qaydaları var və bir sıra tövsiyələr var ki, bunları yerinə yetirməklə bizim ziyarətimiz kamil olur, ziyarətimiz daha gözəl olur. Onlardan biri də buyurublar, hərəmə daxil olmaq istəyəndə, hər qədəm atanda, hər addım qabağa gedəndə istiğfar deyin. Əstəğfirullah Rabbi və ətubu iləyh. Elə ki, hərəmə daxil oldunuz, hərəmə daxil olmaq istəyəndə diqqət eləsiniz, hərəmin bütün girişlərində bu dua yazılıb. Bu duaya deyərlər izni duxul, yəni hərəmə daxil olmaq üçün icazə almaq. Peyğəmbərdən icazə istəyirik, İmam Rıza əleyhissalamdan icazə istəyirik ki, həzrətlər bizə icazə versinlər, biz bu hərəmə daxil olaq, ta bizim ziyarətimiz onlar istəyən ziyarətlərdən olsun. Fi qaybətihi kəma ətəqiduha fi hazratihi və ələmu ənə rəsuləkə və xulafəək aleyhimussalam əhyəun ində yurzaqun. Musa Rıza, Ali Musa Rıza, Ali Musa Rıza. Bu ətirli, bu səfalı qəbrivin qurbanı Allah. Bu ətirli, bu səfalı qəbrivin qurbanı Allah'ım. Cənnətə yox ehtiyacım, ondaki mehman. Fələstin məsələsi bugün İslam dininin, müsəlmanların ən böyük dərdidir. Hər bir müsəlman özünə borc bilməlidir, vəzifə bilməlidir. Bu məsələni günümüzdə aktual saxlamalıdır. Hər kəs bacardığını bu məsələ üçün etməlidir. Biri öz maddiyyatı ilə, pulu ilə kömək eləyə bilirsə, o məzlum xalqa kömək eləməlidir. Biri öz yazısı ilə, şeiri ilə, romanı ilə, dastanı ilə, kim nə ilə bacarırsa, biri sosial şəbəkələrdə o məzlumların haqqını müdafiə eləyə bilir. Onların barəsində paylaşım eləyib o yatan insanlara oyada bilir. Bunu etməlidir. Müqavimətin, inqilabın bərəkətləridir ki, düşmənin müqabilində dayanaraq belə əzəmətli Allah evini, Beytül-Müqəddəs ki, bizim müqəddəs məkanlarımızdandır. İslam müqəddəslərinin qorunmasında Allah onların da ruhlarını şad eləsin. Allah bizləri onlara borclu etməsin və bizim də vəzifələrimiz ki var, onlara əməl etməkdə bizə kömək olsun inşallah. Qohərşad məsələ gedək. Mehribanlıqda tayın yox, ey qəriblər. Cənnət Xurasani salam olsun sana. Önder el firdose dünyani selam olsun sana. Bizden selam olsun sana.
bizden selam olsun sana. Vesfi ver acizdi dil, ey zadeye fahrul enam. Buradan sana verrem selam. Şamil et lütfen vahani, selam olsun sana. Bizden selam olsun sana. Bizden selam olsun sana. Ya İmam Rıza, ey sınık diller sefası, ey adın derdim devası. Dene ya İmam Rıza, uzak yoldan gelmişem ziyaretime. Çetinliğinden, xəstəliğindən, ey Rauf-e Ali Taha, eyle ehsan can-ı Zehra. Halimi yaxşı bilirsən, lütfü ve mühtacem ağa. Adın ey seslerim, kapından o kerem. Seni oğlun Cevat, mene eyle kerem. Ali Musa Rıza, Ali Musa Rıza, Ali Musa. İnşallah dünyada, ahirette İmam Rıza pənahında olaq. İki dünya ve inşallah İmam Rıza kıyamet günü bizim hamımızın şefaat eləyə, günahdan, cehennem otundan inşallah hamımızı necət verə, bir salavat ehsan elə. Cemaat gəlir burada ibadət, itaətlə məşğuldur. Bu məscidi tikən bir xanım olub. Heç şiə də olmayıb, əhl-i sünnə olub. İmam Rıza əleyhissalamın məhəbbətindən bu məscidi tikir və zəvvarların ixtiyarında qərar verir. Məscidi tikəndə də göstəriş verir ki, burada işləyənlər hamısı namazlarını əvvəl vaxta qılsın, ola verilən maaşları 2 bərabər verir, bütün hər cəhətdən qane olsunlar, hamısı razı olsunlar. Hətta buyururlar, bir gün kəndlərin, ucqar kəndlərdən biri gəldi, bir ağsaqqal idi, dedi, istəyirəm mən də bu məscidin tikilməyində kömək görsədən. Mən də kömək eləyən məscid tikirlər. Bu Qohərşad xanıma gəlib xəbər verəndə dedi, yox, qəbul eləyə bilmərik. Bu məscidi özüm tikmək istəyirəm, heç kimdən kömək qəbul etmirəm. Gəlib qoca kişiyə deyəndə kişi narahat oldu. Dedi, necə yəni, Allah evi tikilir, mən istəyirəm Allah evinin tikilişində kömək eləyim. Heç kim buna mane ola bilməz. Əl çəkmədi. Qohərşad xanım gördü ki, yox, bu əl çəkmir, dedi, yaxşı, nə eləmək istəyirsən? Gətirdi, bir dənə parça qoydu ortaya, açdılar, gördülər ki, parçanın içində bir dənə köhnə bir kərpic var. Divarları hörürlər, kərpic deyərlər də, kərpic var. Dedi ki, istəyirsən bunu kömək eləyəsən, mən elə bildim bu parçanın içində qızılzat gətirmirsən. Kişi dedi ki, mənim ürəyimdən bu keçdi, buna gücüm çatdı və bunu kömək elədim. Baxın, bunun bizim üçün bir nöqtəsi var. Qohərşad xanım əmr elədi, göstəriş verdi, kişinin bu kərpicini aparın, məscidin ən üstün yerində qoyun. Baxın, ixlasla. Bir dənə kərpic gətirdi, İmam Rıza hərəminin bu məscidin tikilişində hədiyyə elədi. Amma neçə yüz ildir, təsəvvür edin, bu məscidin
bu cür qalmağında o kərpicin də qısa da bir rolu varsa, o kişi ki o bir dənə kərpici verdi, ona da savab yazılır. Mən həmişə bunu deyərəm əzizlər ki, ziyarətə gəlirlər. Siz də çalışın özünüzdən İmam Rıza hərəmində bir yadigar qoyub gedin. Ən azından gedin, məsələn, deyin ki, bunun qiyməti neçədir? Bir dənə metlaq istəyirəm mən İmam Rıza hərəminə hədiyyə eləyim. Bizim pulla hesablasan heç, məsələn, 100 tümən pul eləyəcək. O 100 tümən sağa sola qutaracaq. Amma sən o işi görməklə İmam Rıza əleyhissalamın hərəminin bu təmirində zərrə qədər də olsa şərik olmaqla, görün qiyamət gününə qədər yaşayırsan, sənin üçün savab yazılır. Dünyadan köçəndən sonra da sənə savab gəlir. Nə qədər ki, cəmaat bu hərəmdə gəzir, ayaq qoyur, hərəmdə gəzmək də özü ibadətdir. Onun savabından sənə də gəlir yetişir. Çalışaq bu cür işlərdə qafilədən geri qalmayaq, fəal olaq və lazımı xidməti biz də göstərmiş olaq. Allah Teala sizlərin ziyarətlərini qəbul eləsin. Bu ziyarəti ömrünüzün son ziyarəti qərar verməsin. Allah gələ bilməyənlərə də bu gözəl ziyarəti nəsib eləsin inşallah. Allahın izni ilə qeyd etdik, bizim Darur Rəhmədə də proqramımız var. Birlikdə gedirik ora. İnşallah ümid edirik ki, bu proqramlar siz üçün faydalı olar və çatdırın. Olar ki, gəlirlər Məşədə, bu proqramdan xəbərləri yoxdur. Onlara da deyin, onlar da gəlsinlər. Bu gözəlliklər onlara çatdırılsın və İmam Rıza əleyhissalamın hərəmin müxtəlif həyətləri ilə tanış olsunlar, bilsinlər, təəssüflər olsun. Çox zəvvarlarımız gəlir, Babur Rızadan girir, ziyarət eləyir, qayıdır. Çoxu bilmir. Bütün zəvvar başlar da izah eləmir. Bəziləri görsən gəzdirir, izah eləyir. Ona görə hərəm çox böyükdür. Çalışın hərəmin hər həyətini gəzin, ziyarət eləyin və tanış olun. Allah qəbul eləsin. Allah sizlərin son ziyarəti qərar verməsin. Salavat etsin. Ali Musa Rıza, Ali Musa Rıza, Ali Musa Rıza, Ali Musa Rıza. Şəhadətə yetirdikdən sonra imamın mübarək bədənini gətirir. Bu Sənabad kəndində Hümeyd ibn Qəhtəbənin evində dəfn edir. İlk öncə istəyir atasının arxa tərəfində dəfn eləsin. Allahın iradəsi buna imkan vermir və İmam Rıza əleyhissalamın vəsiyyətinə əsasən imamın mübarək məzarını Harun Ər-Rəşidin baş tərəfində, ön tərəfində qazırlar və imamın mübarək bədənini orada dəfn edirlər. Salavat xətm edək. İmam Rıza əleyhissalam dəfn olunduqdan sonra artıq ora Hümeyd ibn Qəhtəbənin evi deyilmədi. Ora adlandı Roza-i Münəvvərə, yəni nurani bağça, nurlu bağça. İmam Rıza əleyhissalam ora nur verdi, bərəkət verdi və bura Sənabad kəndi yox, Məşhəd ya Məşhəd-ur Rıda adını özünə götürdü. Məşhəd ərəb kəlməsidir, bizim dildə yəni şəhid olunmuş məkan. İmam Rıza əleyhissalam ki şəhid oldu. Bu kəndin də adı dəyişilərək Məşhəd adlandı və böyük bir şəhərə çevrildi və İmam Rıza əleyhissalamın ziyarəti də genişlənərək böyük bir əraziyə indi malikdir. İmam Rıza əleyhissalamın ziyarət kompleksi 100 hektardan böyük əraziyə malikdir. Burada ilk bina, ən qədimi bina həmin Roza-i Münəvvərədir. İmam Rıza əleyhissalamın dəfn olunduğu o məkan ki, mən dedim Hümeyd ibn Qəhtəbənin evi olub, mənzili olub. Yəni İmam Rıza əleyhissalam şəhid olmamışdan öncə o bina var idi, mövcud idi. Və Roza-i Münəvvərənin 1200 il tarixi var. 1200 il tarixə malikdir. Roza-i Münəvvərədən sonra İmam Rıza əleyhissalamın hərəmində ikinci ən qədimi bina Ali Musa Rıza, Ali Musa Rıza, Ali Musa Rıza, Ali
علی موسی الرضا 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 علی موسی الرضا